General Polkovnik Elçin Quliyev cənablarına mən Musayev Araz 9 qat dünya, 3 qat Avropa əməkdar idman ustası olaraq müraciət edirəm. Müraciət edib bildirmək istəyirəm ki, bildiyiniz kimi Uçsanda Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən və Suraxanı rayonunun icra başçısı kickboksun fəxri prezidenti Adil Əliyev tərəfindən və onun müavini vitse-prezidenti Elşan Əbdülrəhmanov tərəfindən Muay Thai idman növünə qarşı qeyri-qanunsuz addımlar ataraq Muay Thai Federasiyasının və onun idarə heyətinin üzvlərinin və idmançıların Avropa, dünya, İslam oyunlarının qalibi olan idmançıların heç birinin xəbəri olmadan, icazəsi alınmadan bildiyiniz kimi apellyasiya məhkəməsində 38 nömrə kickboksun müraciətinə əsasən İdman Nazirinin şöbə rəisi tərəfindən, Elnur tərəfindən verilmiş 38 nömrəli əmrini ləğv edərək, apellyasiya məhkəməsi ləğv edərək Muay Thai idman növünün ayrı bir idman növü olduğunu, kickboks ayrı bir idman növünün olduğu və İdman Nazirinə qaytarmışdı ki, akkreditasiya olunsun. Ancaq buna baxmayaraq, bildiyiniz kimi bu günləri də hələ məsələnin tam yerini tapmayınca kickboks və Muay Thai'nin verdiyi qərarın qüvvədən düşməsi, ayrılması olmadan bildiyiniz kimi kickboks və Uçsanda Federasiyası tərəfindən Muay Thai idmançıları olmaya Muay Thai idman yarışını, Respublika çempionatını keçirtməyə cəhd göstərilir. Bununla da bağlı bildiyiniz kimi Sərhəd İdmançı kompleksində bunu yarışının təyin edilməsini biz buradan Elçin müəllimə üst tutaraq bildirmək istəyirik ki, bu yarışın həm dünya, həm Azərbaycanda qeyri-qanunsuz yarışı keçirilməsinin əlbəttə biz idmançılara qarşı atılmış bir xoşagəlməz addımdır. Biz inanırıq ki, biz hər zaman cənab prezidentimizə sığınaraq Azərbaycanın üç rəngi bayrağını dünya, Avropa və İslam oyunlarında hər zaman ən üst pillədə tutmuşuq və bununla da özümüzü qürurla hiss etmişik. Çünki Azərbaycanın bütün, necə deyərlər, ən yüksək pillələrdə Azərbaycan bayrağının dalğalanması əlbəttə biz idmançılar üçün ən böyük şərəf və ən böyük şöhrət olub. Buna baxmayaraq, biz idmançılara qarşı olunan bu addımlar əlbəttə xoşagəlinməzdir və qəbul edilməzdir. Və bildiyiniz kimi Azərbaycanda heç vaxtı belə bir şey olmamışdır. İdmançını İdman Nazirliyi məhkəməyə versin ki, sən idmanla məşğul olma, Avropa Dünya Çempionatlarına getmə. Bildiyiniz kimi mənə qarşı törədilmiş sui-qəsdin üstünü açılmaqdansa, bildiyiniz kimi sui-qəsd üstü baxmayaraq 3 nəfər həbs olunub, hər biri 17 il 6 ay cəza alıb. Ancaq cinayətin üstü açıq olaraq durmaqdadır. Bunu aradan qaldırmaq üçün, bunu tapıb cinayətkarın öz cəzasını almaq əvəzinə bu günləri Muay Thai Federasiyanı mənim əlimdən almaq üçün mübarizə aparırlar, tezbazar addımlar ataraq və yeni yarışların keçirilməsi və bildiyiniz kimi Muay Thai idman növünü və bizdən uzaqlaşdırılması üçün bütün addımlar atırlar. Ancaq buna baxmayaraq bu addımları atmaq yox, bizə qarşı olan cinayəti, vuran cinayətkarları tutub onları cinayət məzəlləsinə cəlb etmək lazımdır. Ancaq bunun əksi bu gündə davam edir. Hörmətli Elçin müəllim, üst tutaraq bir federasiya prezidenti kimi, bir idmançı kimi sizə bildirmək istəyirəm ki, biz idmançıların hüquqların qorunmasında siz bizə dəstək olun və Muay Thai idman yarışını bildiyiniz kimi Sərhəd İdman kompleksində keçirtməsi və biz idmançılar, biz Muay Thaiçılar bunu qanuna uyğun hesab etmirik. Çünki qanunla Muay Thai yarışını Muay Thai idmançıları keçirtməlidir. Muay Thai yarışını Muay Thai'nin rəhbərliyi həyata keçirtməlidir. Ancaq buna baxmayaraq digər Uçsanda Federasiyası ilə Kickboks Federasiyası arasında Muay Thai idman növünü bölürlər. Ancaq bu bildirmək istəyirəm ki, bu bir biznes deyil. Bu biznes sahası ilə idman sahasını səhv salmaq əlbəttə bütün idmançılara qarşı olan bir düzgün olmayan